Şimdi Allianz Arena'ya geldik. Yəni deyim ki, uşaqdan bəri xəyalım idi. Yəni heç belə deyim, ağlıma belə gəlməz ki, bugün bura gələ biləcəm. Sadəcə bugün öz gözlərimlə görürəm. Whatever. Yeah, the wonderful thing about that is that it speaks to people. One is the loneliest number that you'll ever do. Two can be as bad as one. It's the loneliest number since the number one. One is the loneliest number that you'll ever do. Biletləri aldıq. Bir bilet tələbələr üçün 17 avrodur. Və əgər bələdçi ilə bir yerdə isə 22 avrodur. Bələdçi ilə bir yerdə olmasının yaxşı cəhəti isə aşağı kimi locker roomlara kimi düşə bilirsiniz. O yaxşıdır. İndi bizə vaxt verdilər. İndi gəlib restoranda gözləməliyik. Birazdan da bələdçimiz gələcək. The press conference room now, and the seats you are sitting in are the same kind of seats like in the business seat area outside, where the seats are covered in orange. That's the reason why they are covered outside, because there's fabric, and it's a natural lawn. We've got a lot of doves because of the grass seed, so not the doves are the problem, but what the Gördüğünüz kimi Harry Kane, Nicholas Jackson, Kimmich'in forması, formalara toxuna da bilirik. Geldi Bayern oyuncularının oturduğu yerə. Dortdu, gördüyünüz kimi oyuncuların oynadığı həmin maç. Həqiqətən çox gözəl hiss idi. Hələ o tüneldən çıxandakı hiss möhtəşəm idi həqiqətən. Özümüzü əsl deyim, oyuncu kimi hiss elədik. Burada gördüyünüz kimi ultra neon işıqlardır. Hamısı otlar üçündür. Yəni süni günəş işıqlardır. Ona görə stadion belə görsənir. Bayern Münchenin müzeyi, kubokları, çox gözəl kubokları var. Düzdür, bilirsiniz ki, Bayern Münih Çempionlar Liqasında qazanıb. Mənim də gözüm Çempionlar Liqasının kubokunu axtarır. Orada da formalar var. Yəqin ki, hər ilin əfsanə formalarıdır. Gördüyünüz kimi toplar. Və bildiyiniz kimi Audi sponsor olduğundan hər yerdə də Audi maşınları var. Müzeydə, stadion ətrafında. Orada Arsenal, Manchester City, Arsenal Bavariya. Həmin oyundan. Bu da Çempionlar Liqası kuboku. ...2001-ci ildə.
Şoför yavaş dur. Vatandaş kartına vurmamış ha. Gəldi indi də Bavariyanın dükanına. Bura digərindən şəhərdə gördüyümüzdən daha böyükdür və daha belə deyim çox forma var. Daha çox oyuncaq, daha çox forma var. Gördüyünüz kimi Allianz Arena həmin o məşhur rəngi olan qırmızı rəngindədir. Burada rənglər fərqli olur bilənlər üçün. Ağ rəng olanda yəni Almaniya millisi oynayır. Qırmızı rəng olanda Bayern Mini özü oynayır. Və bəzən fərqli komandaların rəngləri də ola bilər. Yəni göy rəngi ola bilər. Çünki o vaxt qonaq komanda arenadan istifadə edə bilər. O zaman isə fərqli rənglər olur. Amma əsasən gördüyünüz kimi arxadakı qırmızı rəngdən istifadə edirlər. Həqiqətən möhtəşəm bir təcrübə idi mənim üçün. Yəni məni hamı tanıyır ki, neçə vaxtdır futbol azarkeşiyəm və həm Azərbaycandan həm də xaricdən bir çox klub tuturam. Yəni Bavariyanın çox oyununa baxmışam, Bayern Münxenin çox oyununa baxmışam və həmişə də yəni yenə dediyim kimi heç gözləmirdim bura gəlim. Maraqlı oldu mənim üçün, çox möhtəşəm təcrübə oldu. Hələ də ki Çempionlar Liqası, Avropa Liqası kubokun canlı gördüm. Həqiqətən mənim üçün dediyim çox unudulmaz oldu. Həqiqətən çox maraqlı maşınlar var. Burada isə BMW-nin yarış maşınlarını görürük.